Salam, bugün sizinlə bir məsələ həllinə baxacağıq. Saat məsələsidir. 6 saat əvvəl saat 13:00 idisə, 6 saat sonra saat neçə olar? Sualının cavabını izah edəcəm. Baxırsınız ilk öncə. Deyir ki, 6 saat əvvəl saat 13 idi. 6 saat əvvəl, yəni 13 bilirik ki, günorta saat 1-dən gedir söhbət. 6 saat əvvəl 13 idisə, biz onda 13-ün üzərinə 6 gəlirik. Ona görə ki 13:00'nun üstündən 6 saat keçib. Saat oldu 7, yəni 19:00. 7 tamam oldu. Bizə sual verir ki, 6 saat sonra saat neçə olar? Biz tapdıq ki, 6 saat əvvəl 13:00 idi. Hal-hazırda saat 19:00 oldu. Və 19:00'dan 6 saat sonra saatımız neçə olar? Biz nə edirik? 19:00'nun üzərinə gəlirik 6 saatı. Bərabərdir. 19'un üzərinə 6 gələndə deməli 19'un üzərinə 6 gələndə eləyəcək 25. Bizdə də saatda da 25 olmadığına görə, yəni 1:00. Gecə saat 1 olacaq saat. Deməli, bu cür məsələlərdə əvvələ, sonraya və indiki zamana baxmaq lazımdır.